2026-cı ilin aprel ayının ortalarında 3 bürc böyük xoşbəxtlik yaşayacaq. Onlar bütün nevrozlarının və özünə şübhələrinin sadəcə vaxt itkisi olduğunu anlayacaqlar. Xəbər zolağı az xəbər verir ki, sizi aşağı çəkən özünə inamsızlıqdan və mükəmməlliyə can atmaqdan əl çəkəcəksiniz. O şər kəs kimi sizin də özünə inamsızlıq anlarınız olur. Bəzən olduqca özünə inamsız ola biləcəyinizi etiraf etmək istəmirsiniz. Amma ən yaxşı xüsusiyyətiniz həmişə bunun öhdəsindən gəlməyinizdir. Bəzən yaşadığınız qeyri-müəyyənlik keçicidir. Bu sizinlə əbədi qalmayacaq. Bu aprel ayında xoşbəxt və sakit olmağa məhkumsunuz. Tərəzi indi fikirlərinizi bildirmək və düşündüyünüz qədər populyar olmayan bir baxış bucağını ifadə etsəniz belə insanların sizi hələ də sevəcəyinə inanmaq üçün əlverişli zamanda özünüz olmağın normal olduğunu öyrənirsiniz. Bəyənmək üçün əsl düşüncələrinizi gizlətməyə ehtiyac yoxdur. Oğlaq, siz tez-tez uğursuzluq qorxusundan əziyyət çəkirsiniz. Bunun öhdəsindən gəlmək göründüyündən daha çətindir. Aprelin ortalarına qədər nəhayət özünüzə qeyri-mümkün tələbləri qoymaqdan bezəcəksiniz. Məhz bu məqamda qorxularınız və özünə inamsızlığınız yox olmağa başlayır və əsl mənliyinizin üzə çıxmasına imkan verir. Heç kim mükəmməl deyil. Bunu başa düşdükdən sonra azad olacaqsınız və daha xoşbəxt bir həyat yaşamağa başlayacaqsınız.